Mənə qarşı yaman laqeyd olmusan. Əvvəllər belə deyil idin. Daha çox diqqət qayğı göstərirdin. Deyəsən məni artıq sevmirsən. Bir çox kişilərin və ya qadınların öz həyat yoldaşına dedikləri ifadələrdir bunlar. Amma nəzərə almaq lazımdır ki, bu laqeydlik sizə qarşı olan negativ olmaya da bilər. Onların ətrafında, işində hansısa yaşanan bir durum, xoşagəlməz hadisələr onların əhval-ruhiyyəsini aşağı sala bilər. Və bu əhval-ruhiyyə də ətrafa yansıyır. Təbii ki, siz də bunu hiss edirsiniz və özünüzə qarşı olan negativ kimi, laqeydlik kimi qiymətləndirirsiniz. Amma bunu bu cür dəyərləndirmək yerinə yaxşı olar ki, öz həyat yoldaşlarınızla rahat şəkildə münasibət, ünsiyyət qurasınız və bunu birlikdə aydınlaşdırasınız. Bir-birinizi günahlandırmaq yerinə onun əhval-ruhiyyəsinin niyə aşağı olduğunun səbəbini araşdırın və bir-birinizi anlamağa çalışın. Bax, o zaman münasibətləriniz qaydasında olacaq.